Hər vaxtınız xeyir olsun, əziz və hörmətli müəllimlər. Bir loxma metodika dərsində hamınızı xoş gördük. Bir əvvəlki dərsimizdə biz 21-ci əsr bacarıqlarından bəhs eləmişdik. Burada qeyd elədiyimiz görsənən tənqidi düşüncə və problem həlli, ünsiyyət və əməkdaşlıq, rəqəmsal savadlılıq, yaradıcılıq və yenilikçilik, yəni innovasiya, qlobal mədəni savadlılıq, uyğunlaşa bilmək və elastiklik, liderlik və sosial məsuliyyət kimi yanaşmalardan bir qismindən bəhs eləmişdik. Xüsusilə dünən bəhs eləmədiyimiz yaradıcılıq və yenilikçilik, yəni bu bildiyimiz innovasiya anlayışıdır. Biz çalışırıq ki, şagirdlərimiz gələcəkdə qarşılaşdığı problemlərə özlərinə məxsus orijinal həllər tapsınlar. Qlobal mədəni savadlılıq isə istəyirik ki, dünyadan xəbərdar olsun şagirdlər. Dünyanı başa düşsün, dünyadakı müxtəlifliyi qəbul eləsin, dünyada müxtəlif mədəniyyətlərin, yanaşmaların, perspektivlərin, baxış bucaqlarının olduğunu qəbul etsin, onlara hörmətlə yanaşa bilsin və müxtəlifliyin normal olduğunu anlaya bilsin. Uyğunlaşa bilmək və elastiklik isə bu o deməkdir ki, yəni adaptivdir bir adam, adaptasiya edə bilir. Yeni mühitə, yeni iş mühitinə, yeni şəraitə, yeni həyata, yeni tələblərə ayaq uydura bilir və ayaqlaşa bilir müasir dünyanın tələbləri ilə. Biz bilmirik ki, 3 il sonra, 5 il sonra nə olacaq, şahidləri nə gözləyir bilmirik. Amma biz bilirik ki, biz hər zaman dəyişməli olacağıq. Çünki tarix boyunca da belə olub. Əgər dəyişmirsənsə, o zaman sanki zamanın çarxında xırdalanıb zaman maşınından atılırsan çölə. Zaman bizi irəliyə aparır. Amma biz əgər bu müasir tələblərlə ayaqlaşa bilməsək, o zaman biz ələnən ola bilərik. Sonuncu bir mənada 21-ci əsr bacarığı isə liderlik və sosial məsuliyyətdir. Liderlik o deməkdir ki, işlərdə öncülük etmək, rəhbərlik etmək, ön ayaq olmaq. Sosial məsuliyyət isə bu deməkdir ki, cəmiyyətdə gördüyüm problemlərə laqeyd qalmamaq, səhlənkar yanaşmamaq, məsuliyyət götürmək. Yəni həyatda qarşılaşdığı problemlərə qarşı mən nəsə eləyə bilərəm. Cəmiyyətdə, ətraf mühitlə bağlı olan problemlərdə mənim üzərimə burada nəsə düşür, mən nəsə bacara bilərəm bu problemin həlli üçün. Bu mənada bir sosial məsuliyyət və liderlik anlayışından söhbət gedir. Burada gördüyünüz 6-7 səriştə, 21-ci əsr səriştəsi bizim şahidlərimizin gələcək həyatını zəmanət altına ala bilər. Necə bir zəmanət? Yəni onlar daha uğurlu şəxsiyyət ola bilərlər. Hansı peşəyə sahib olurlarsa olsunlar, bu səriştələr onları bir addım qabağa ata bilər dəyərli həmkarlar. Bir loxma metodika, pedaqogika dərsində 21-ci əsr bacarıqları ilə əlaqədar bu qədər. Amma başqa bir məsələ daha var. Qeyd olunur ki, təfəkkürün növləri. İkinci məsələ təfəkkürün növləridir. Yəni birinci başlıq təlimdə öyrətmə və öyrənmə prosesinin təşkilidir və burada ikinci maddə, alt maddə təfəkkürün növləridir. Müxtəlif təfəkkür növləri var. Bunlardan ən məşhur bilirsiniz 9 növ və bölünmüş Gardnerin təfəkkür nəzəriyyəsidir. Bu nəzəriyyədə qeyd olunur ki, məntiqi təfəkkür, tənqidi təfəkkür, yaradıcı təfəkkür, abstrakt, analitik və s. Amma siz bunlarla bağlı müəyyən anlayışları bilməlisiniz. Yəni məntiqi təfəkkür deyəndə, ümumiyyətlə təfəkkür deyəndə ağıl, zəka mənasına gəlir. Bu yəni bir fikirləşmə tərzi, düşünmə tərzi mənasına gəlir. Məntiqi təfəkkür deyəndə olaylara, hadisələrə, problemlərə məntiqi yanaşma, rasional yanaşmaqdan söhbət gedir. Və mən süni intellektdə məsələn soruşdum ki, məntiqi təfəkkür deyəndə, ümumiyyətlə təfəkkür növləri deyəndə sən nə başa düşürsən? Baxın, məntiqi ilə riyazini eyni yerə qoyur. Yəni bu o deməkdir ki, deyir, problemləri təhlil edərkən məntiqlə bunu etməyə çalışır və riyazi yanaşır. Riyazi əməliyyatları, yəni sözləri yox, rəqəmləri daha yaxşı başa düşür. Rəqəmlərlə ifadə olunan anlayışları, kəmiyyətləri daha yaxşı başa düşür. Nəinki keyfiyyətləri, sifətləri, bu tip anlayışları. Yəni onun üçün statistika daha uyğun bir yanaşmadır. Onun üçün diaqram, rəqəmlərlə göstərilən diaqram daha uyğun bir yanaşmadır. Ona görə bu tip öyrənənlər, bu tip zəkaya malik olanlar daha çox riyaziyyatı sevir. Ümumiyyətlə, digər fənləri də riyaziyyatla əlaqələndirilə bildiyi qədər sevir.
Ona görə də bu insanların riyaziyyatçı olmağı, elm adamı olmağı, kompüter elmlərində mütəxəssis olma ehtimalı olmağı daha gözləniləndir. Bu mənada müxtəlif zəka növləri var. Növbəti dərsimizdə biz yenə digər zəka növlərindən də daha detallı bəhs edəcəyik. Sadəcə burada qeyd olunan və sairə qədər gəlin baxaq. Digər məsələn tənqidi təfəkkür. Tənqidi təfəkkür dedikdə nə başa düşülür? Ümumiyyətlə tənqidi yanaşmaq, yəni seçici. Tənqidi yanaşmaq hər şeyi tənqid eləmək mənasına gəlmir əlbəttə. Tənqidi yanaşmaq bir mənada Gülüstanın içində tikanı, tikanlığın içində gülü görə bilmək. Yəni o Gülüstanın içərisində baxırsan ki, hər tərəf güldür, amma o güllərin içərisində tikanı görməməzlik eləmir. Və ya görməzlikdən gəlmir. Tikanı da görə bilir, səhvi də görə bilir, düzlərin içində, düzü də görə bilir səhvlərin içində. Tənqidi yanaşma budur. Hər bir şeydə özünün bir filtri var, bir süzgəci var. O süzgəcdən keçirir və anlayır ki, burada səhv nədir, düz nədir. Yəni, tənqidi təfəkkür deyəndə biz bunu nəzərdə tuturuq. Hadisələrə qarşı tənqidi yanaşa bilir və oradakı problemləri görə bilir, dəyərli dostlar. Digəri yaradıcı təfəkkür. Yaradıcı təfəkkür sahibi insanlar məlumdur ki, yaradıcı sənətlərlə məşğul ola bilər, dizaynerliklə məşğul ola bilər, incəsənətin müxtəlif sahələri ilə məşğul ola bilər, bəstəkarlıq, musiqi sənəti və s. Yaradıcı insanlar qeyri-adi olurlar. Yəni, yaradıcı təfəkkürə malik olan insanlar bəzən dağınıq ola bilirlər. Yəni, çox belə səliqə səhmanlı olmaya bilirlər. Yaradıcı təfəkkürə malik insanlar fərqli yanaşırlar, fərqli formalar, fərqli üsullar, orijinal, yaradıcı yanaşmalar ortaya qoya bilirlər problemlərə qarşı. Onlar digər məntiqi və tənqidlərdən fərqli olaraq yaratmaq meylindədirlər, yeni şey qurmaq meylindədirlər, yeni nələrsə hazırlamaq meylindədirlər. Ona görə bu təfəkkür sahibi insanlar da qurmaqla, yaratmaqla, düzəltməklə, hazırlamaqla daha yaxşı öyrənirlər. Abstrakt təfəkkürə malik insanlar isə mücərrəd anlayışları daha yaxşı qavrayırlar. Bu insanların nəzəriyyəçi olmaqları, tarixçi, filosof olmaqları daha gözləniləndir. Çünki onlar mücərrəd anlayışları, keyfiyyətləri daha yaxşı anlayırlar, təsvirləri daha yaxşı anlayırlar. Onlara rəqəmlər lazım deyil bir şeyləri anlamaq üçün. Analitik təfəkkürə malik, analitika bilirsiniz ki, təhlil mənasına gəlir. O insanların xırdaçılıq etməyi gözləniləndir. Yəni onlar bir şeyi anlamaq üçün kiçik hissələrə bölürlər, detallara bölürlər və o detalları ayrı-ayrılıqda incələyirlər. Analitikanı biz həmişə böyük bir maşını sökməyə bənzədirik. Yəni, məsələn, qarşınızda bir robot var, o robotu sökürsünüz, hissə-hissə hamısını anlayıb və beləcə mənimseyirsiniz. Buna analiz deyirlər. Onları birləşdirməyə isə sintez deyirlər. Yəni, köhnə dildə, Azərbaycan dilində və yaxud biz köhnə deməyək, analitikaya biz təhlil deyə bilərik, sintezə isə tərkib deyə bilərik. Yəni, onları hissələrə bölmə və onları yenidən birləşdirmə, hissələri yenidən birləşdirmə. Bu zəkaya malik insanların isə bir çox peşədə uğurlu olma ehtimalı var. Ədəbi tənqidçilər, kino tənqidçiləri, film deyək ki, müxtəlif mənada o tənqidi təfəkkürlə də əslində yaxınlığı var bunun. Analitika ümumiyyətlə amma təhlil bacarığından söhbət gedən bir yanaşmadır dostlar. Tənqiddə məlumdur ki, söhbət biraz tənqidə doğru daha da sürüşür, amma analitikada sökməyə doğru gedir. Yəni sökmək, birləşdirilmiş bir parçaları söküb ayrı-ayrı incələmək, təhlil etmək analitik qabiliyyət olaraq adlandırılır. Bugünlük bu qədər. Növbəti bir loxma metodika pedaqogika dərsində görüşmək diləyilə. Sağ olun, sağlıqla qalın.